Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulullah, əmmə ba'd. Sual verilir ki, Quran öyrənməyin ən effektiv metodu sizcə hansıdır? Belə metodlar çoxdur. Sadəcə burada Peyğəmbər s.ə.v-in məscidinin imamlarından birinin yazdığı bir metod var. Abdülmuhsin el-Qasim. Yəni, yaxşı metoddur. Yəni, bu üslub həm əzbərin güclü olması və yaxşı yerləşməsi, möhkəm olması ilə seçilir və həmçinin tez əzbərlə insan tez az bir müddətdə yaxşı əzbərləməyə müvəffəq ola bilir. Və burada şeyx misal gətirir Cümə surəsindən. Yəni, Cümə surəsindən bir səhifəni misal gətirir. Deyir ki, birinci təqra'ul ayəl ula 20 marra. Birinci ayəni 20 dəfə oxuyursan. Yusabbihu lillahi ma fis semavati və ma fil ard. El-Melikul Quddusul Azizil Hakim. Sonra da ikinci ayəni də 20 dəfə oxuyursan. Huvellezî ba'athe fil ummiyina rasulan minhum yetlu aleyhim ayati və yuzakkihim və yuallimuhumul kitabe vel hikmete və in kanu min qablu lefi dalalin mubin. Üçüncü ayəni də 20 dəfə oxuyursan. Və axarinə minhum ləmmə yəlhaqvə bihim və huvəl azizul hakim. Sonra dördüncü ayəni də 20 dəfə oxuyursan. Zəlikə fadlullah yuti mən yeşə və Allahu zul fadlil azim. Və sonra deyir ki, bu 4 ayəni birlikdə 20 dəfə oxuyursan. Bir-birinə daha yaxşı bağlamaq üçün. Sonra keçirsən 5-ci ayə. 5-ci ayəni də 20 dəfə oxuyursan. Məsəlul-ləzīnə hummilut təvrətə thumma lam yahmiluha kəməsəlil himari yahmilu əsfara bi'sə məsəlul qavmillezîne kəzzəbu biayatillah vallahu la yehdil qavmez zalimin. Sonra 6-cı ayəni yenə 20 dəfə oxuyursan. Qul ya eyyuhellezîne hadu in za'amtum ennekum awliya'u lillahi min dunin nasi fetemennevul mevte in kuntum sadiqin. Və 7-ci isə 7-ci ayəndə 20 dəfə oxuyursan və la yetəmənnəvnəhu əbədən bimə qaddəmət əydihim vallahu alim bizzalimin. Və 8-ci ayəndə 20 dəfə oxuyursan qul innəl mevtəl-ləzî təfirrûne minhu fəinnəhu mulâqikum thumma turaddûne ilə alimil qaybi və şəhədəti fəyunəbbiyukum bimə kuntum ta'malun. Və sonra yenə bu 4 ayəni 20 dəfə oxuyursan. Və sonra bu 8 ayəni birlikdə 20 dəfə oxuyursan və bu cür, yəni inşallah davam edirsən. Və həmçinin bir qayda olaraq da, yəni insan çalışmalıdır ki, bir şeye başladığı zaman, yəni ona ehtimam etsin, daha böyük diqqət ayırsın, yəni onunla yatsın və onunla oyansın və bu cür olarsa nəyisə əldə edə bilər, yoxsa mümkün deyil.